2026-cı ilin may ayı tamamilə yeni reallığa qapı açır. Astroloqların sözlərinə görə 4 büc yenidən doğuş mərhələsinə qədəm qoyur. Həyat onların xeyrini inkişaf etməyə və hadisələr onların uğruna doğru işləməyə başlayır. Bu büclərdən birincisi Əqrəbdir. Əqrəblər üçün bu ay təmizlənmə və qisas simvoldur. Onların bürcündəki tam ay keçmişin nəhayət atıldığı yeni bir dövr açır. Ədalətsiz olan hər şey öz köklərinə qayıdır və karma gecikmədən işə başlayır. Bu bürclərdən ikincisi Boğadır. Boğa üçün may ayı uzun bir qarşıqlıq dövründən sonra sakitlik gətirir. Uranın öz bürclərindən çıxması çoxillik dəyişiklik dövrünə son qoyur və sabitlik və böyümə dövrünə qədəm qoyur. Bu bürclərdən üçüncüsü Əkizlərdir. Əkizlər emosional cəhətdən çətin bir dövrdən çıxır və nəhayət rahatlıq hissi keçirirlər. Bu xüsusilə sevgi sahəsində doğrudur. Köhnə məyusluqlar tədricən geri çəkilir, yeni hisslər və əlaqələr üçün yer açır. Bu bürclərin sonuncusu isə Oxatandır. Oxatanlar ilin ən güclü transformasiyalarından birini yaşayırlar. Onların bürcündə nadir astroloji hadisələr dərin yeniləmə prosesini tetikləyir. Köhnə məhdudiyyətlər, qorxular və hətta inkişaflarını ləngidən insanlar geridə qalırlar. Bu sadəcə bir dəyişiklik deyil, bu onların həyat tərzinin tamamilə yenidən qurulmasıdır.